بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين نبينا وحبيبنا محمد صلى الله عليه وعلى آله وصحبه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم علمنا بما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. أما بعد. Selamun Aleyküm ve Rahmetullah ve Berekatuhu. Muhterem kardeşler, Allah'a hamd olsun, şükürler olsun Rabbimize. En güzel meclislerden birisidir zikir meclisi. Kardeşimizin evladının əqiqidir. Allah Subhanahu ve Teala bütün evladları salih kullarından etsin. Allah Subhanahu ve Teala bütün Müslümanların evladlarını salih, izzətli, dinini gözəl yaşayan müsəlmanlardan etsin. Həqiqətən övlad dünyaya gətirmək valideyn ona səbəbdir. Ancaq ona Allah nəsib edir. O neyməti Allah Subhanahu ve Teala nəsib edir. Necə ki Quran-ı Kərimdə buyurur ki, bəzinizə oğlan övladı, bəzilərinizə qız övladı və sonunda da buyurur ki, وَيَجْعَلُ مَنْ يَشَاءُ عَقِيمًا və bəzilərinizi də sonsuz olaraq edirik, sonsuz edirik. O da Allahın hikmətindəndir. Ona görə bu neymətdir. Möminə, müsəlmana verilən bu dünyada gözəl neymətlər çoxdur. Onların başında da dinimizdir, hidayət neymətidir. Vallahi ondan gözəl bu dünyada heç nə yoxdur. İnsana bu dünyada nə verilibsə, hamısı keçicidir. Qısa bir müddət sonra insan onları unudur. Dünya fanidir, möhtərəm qardaşlar. Sadəcə insan ona aldanır. Çünki dünyanın ləzzətləri bizi aldadır. Ancaq insan düşünmür ki, ömür qısadır. Və ondan sonra bizi uzun bir səfər gözləyir. Hansı ki, onun sonu yoxdur, möhtərəm qardaşlar. Hər birimiz onu bilirik. Sadəcə insan onu dərk etmir. Əsas həyat ahirət həyatıdır. Bu dünya nədir? Bu dünya imtihan dünyasıdır. Necə ki, Mulk surəsində Rəbbimiz buyurur ki, Əl-ləzi xalaqal mevtə vəl-həyətə liyəbluvakum əyyukum əhsənu amələ. O deyir, ölümü də, yaşamı da xəlq etdi ki, baxsın, görsün ki, kim daha çox əməl edir. Bu dünyanın qayəsi ondan ibarət, möhtərəm qardaşlar. Ola bilər, insana bu dünyada dünyanın neymətləri gəlir və başı dünyaya qarışır və elə bilir ki, bu həyat bundan ötəridir. Ancaq düşünmür ki, onu şiddətli bir gün gözləyir. Hansı gün ki, o gün yevmə tubləs sarair deyir Rəbbimiz. O gün sirlər açılacaq. O qiyamət günüdür. Necə ki, Rəbbimiz onu təsvir edir bizlərə. Deyir, Əl-qari'ə, məl-qari'ə və mə ədrakə məl-qari'ə. Qari'ə nədir? Nədir qari'ə? Və mə ədrakə məl-qari'ə. Sən nə bilirsən ki, qari'ə nədir? O günün şiddətindən danışır. Deyir, yevmə yəkunun nəsu kəl-fərashil məbthud. İnsanlar yeryüzünə şəhidkələr kimi səpələnəcəklər. Və təkunul cibalu kəl-ihnil mənfuş. Dağlar didilmiş yun kimi olacaq. فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُ. O gün tərəzisi ağır gələnlərin günüdür. Kimin tərəzisi ağır gələrsə فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ. O, razı olanlardan olar. Ona görə möhtərəm qardaşlar, nə etməliyik? Tərəzimizi ağır etməliyik. Onun üçün nə etməliyik? Xeyir əməllər artırmalıyıq.
bu dünyada nə xeyir əməl edə biliriksə, onu etməliyik. Nəyə yaxşılıq edə biliriksə, onu etməliyik. Çünki itirən kim olur? Hər kəs özü itirir. Kim əməl edərsə, o qazanır. Kim əməl etməzsə, qiyamət günü peşman olur. Hələ bugünkü mövzumuz da dünya həyatındandır ki, hansı ki dünya həyatı hər birimizi məhv edir. Allahdan uzaqlaşdırır, bizləri qafilləşdirir, bizləri Allaha tərəf getməyə mane olur. Nə ilə mane olur? Onun müəyyən ləzzətləri ilə. Necə ki, ayət-i kərimədə Rəbbimiz buyurur ki, Zuyyinə linnəsi su'u a'malihim. Pis əməllər zinətlənir, o insana xoş gəlir və istəyir ki, onları etsin, onlara meyillənir. Ondan sonra Yusuf surəsində Rəbbimiz buyurur ki, İnnən nəfsə ləəmmaratun bis-su. Eyni zamanda nəfsimiz də ona kömək edir, pisliklərə əmr edir. Və beləliklə bizi dünya Allahdan uzaqlaşdırır. Və insan nə zaman ayılır? Öləndə ayılır. Gözlərini yumanda ayılır bu dünyadan gedəndə. Ayılır ki, artıq gec olub. Artıq gecikib. Və istəyir ki, nəsə etsin. Vallahi istəyir. İstəyir ki, çox əməllər etsin. Çünki gözünü yumanda hər şey ona açıq aydın göstərilir. Necə ki, Allah Resulü buyurur ki, Adəm övladı ölərsə, artıq onun qiyaməti qopmuş olar. Qalar böyük qiyamət. Artıq insan öldüsə, onun qiyaməti qopdu, möhtərəm qardaşlar. Ona görə nə qədər ki, fürsət verilib bizlərə, onu dəyərləndirməliyik. Onu gözəl şəkildə faydalı keçirməliyik. Necə ki, buyurulur ki, kim nə ilə yaşayarsa, onun üzərində ölər. Bu həyatın düsturudur. Əgər ibadətlə yaşayarsan, onun üzərində də gedərsən. Əgər günahlarla yaşayarsan, günahlarla gedərsən. Hansısa bir çirkin bir işlə yaşayarsan və onun üzərində də gedərsən, Allah qorusun. Və insan dünyadan köçəndə, bu fani dünyadan köçəndə ayılır. Və deyir ki, Rabbirci'uni, ey Rəbbim məni qaytar. Ayət kərimədir. Deyir, ey Rəbbim məni qaytar. Nə üçün qaytar? Deyir ki, Ləalli ə'məlu salihən fīmə tərakt. Gedim tərk etdiyim o günləri dəyərli keçirim. Gedim yaxşı əməllər edim. İnsan istəyir onu. Demədi ki, gedim bina tikmişdim, onun davamını edim. Və yaxud da ki, biraz işlərim var, yarımçıq qalıb, onları gedim tamamlayayım. Demədi bunları. Çünki gedib orada görüb artıq. Görüb ki, ona lazım olan nədir? Ona lazım olan nə olduğunu orada dərk edir. Ona görə deyir ki, Ləalli ə'məlu salihən. Gedim yaxşı əməllər edim. Ən dəhşətlisi bilirsiniz nədir, möhtərəm qardaşlar? Rəbbimiz deyəcək ki, kəllə. Heç vaxt. Artıq bitdi. İnnəhə kəlimətun huvə qailuhə. O deyir, o kəlmə insanın özünə qayıdır. Nə var onun arxasında ondan sonra? Və min vəraihim barzaxun ilə yevmi ba'thun. Onun arxasında bərzəx həyatı var. Artıq insan gözlərini yumdu. Nə qədər yalvarsa da, nə qədər istəsə də, artıq ona heç bir fürsət verilmir. Ancaq bu dünyada bizlərə Rəbbimiz rəhm edir. Vallahi rəhm edir. Bizlərə yüzlərlə günah edirik, bizi bağışlayır. Hətta sevinir biz tövbə edəndə. Necə gözəl, əzəmətli Rəbbimiz var bizim. Biz günah edirik, gecə gündüz günah edirik. Bizi bağışlayır. Ancaq bizlərə müəyyən bir vaxta qədər fürsət verir. Deyir, tövbə edin. Tubu ilallahi cəmiən. Bizlərə Quran-ı Kərimdə səslənir ki, ey möminlər tövbə edin, Allaha qayıdın.
Zumar surəsində buyurur ki, وَلَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللّٰهِ Allahın rəhmətindən ümidinizi üzməyin. İnna Allah yaghfiru zunuba cemi'a. Həqiqətən Allah bütün günahları bağışlayandır, möhtərəm qardaşlar. Biz tövbə etməliyik hər anımızda. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İnni la estəğfirullaha fil yevmi 70, bəzi rəvayətlər 100 marra. Mən bir gündə 70 dəfə, bəzən də 100 dəfə tövbə edirəm Allah. Gəlmiş, keçmiş, bütün günahları bağışlanan Allah Resulü sallallahu aleyhi və səlləm hər gün tövbə edərdi. Və biz günahkar qullar gecə gündüz günah edirik. Ona görə hər zamanda tövbəni tələsdirməliyik. Tövbəni tələsdirməliyik. Çünki tövbə gözəl bir qapıdır. Yeni bir qapıdır ki, mümini xilas etsin günahlardan. Çünki günahlar insana yükləndikcə mümin sıxılır. Onu, qəlbini qaraldır və haqqı görməyə qoymur. Çünki günah edərkən insan qəlbinə, möhtərəm qardaşlar, qara bir nöqtə düşür. Sonra o nöqtə böyüyür, böyüyür, böyüyür və sonunda qəlb möhürlənir. Bəzi insanlar yəqin ki, qarşınıza çıxır, ona söz deyirsən, qəbul eləmir. Çünki o möhürlənə baxdır. Ona çatmır. Sən düşünürsən ki, bu insan niyə belədir? Ancaq artıq ona möhürlənir. Ona görə insan günahdan tövbəni tez etməlidir ki, o qara nöqtə böyüməsin. Qəlbi möhürlənməsin. Bu dünya insanı hər zaman aldadacaq. Və bizim böyük düşmənimiz də var bu dünyada. Rəbbimiz onu düşmən adlandırır. Deyir, fəttəxizuhu aduvva. Onu düşmən bilin deyir. Nədir o? Şeytan. Nəfsimiz də var, şeytan da var və dünyanın bərbəzəyi də var. Ona görə möhtərəm qardaşlar, Rəbbimiz bizlərə böyük neymətlər verib. Ən böyük neymət hidayət neymətdir qardaşlar, vallahi. Bu dünyada insana verilən, Adəm övladına verilən ən izzətli neymət hidayət neymətidir. Və hidayət gəldikdən sonra nə etməliyik? Bu dünyada sabitlik istəməliyik. Bir ayət kəriməni də xatırlayın. O ayət kərimə ki, İbn Abbas təfsir alimi, ən böyük təfsir alimidir. Bilirsiniz ki, Allah Resulü sallallahu aleyhi və səlləmin ona duası var idi. İbn Abbas radiyallahu anh deyir ki, Allah Resuluna bu ayətdən daha şiddətli ayət nazil olmayıb. Hud surəsinin 112-ci ayəsində gəlir. Necə ki, Allah Resulü buyurur ki, şəyyəbətni Hudun və əxavatu. Hud və onun bacıları məni qocatdı. Allah Resulü buyurur. Və təfsir alimləri İbn Abbas radiyallahu anhuma buyurur ki, bu ayət kərimə idi ki, bu kəlmə idi orada gələn Allah Resuluna Allahın əmri idi ki, buyurur ki, fəstəqim kəmə umirt. Əmr olunduğun kimi düzgün ol. Allah Resulü deyir ki, bu kəlmələr məni qocatdı. Yəni, sənə necə buyurulub, düzgün ol. Və Allah Resulünün dediyi o kəlmələr ki, Hud və onun bacıları məni qocatdı. Və təfsir alimləri bu iki kəlməyə gətirirlər ki, bu iki kəlmə çox əzəmətli kəlmələrdir. Quran-ı Kərimin ayətləridir ki, deyir ki, fəstəqim kəmə umirt. Dost doğru ol, düzgün ol, necə ki sənə əmr olunur. Və Hasan el-Basri radiyallahu anhuma deyir ki, ondan sonra Allah Resulünü gülən görmədim. Düzgün bir şəkildə, yəni gülən görmədim. Təbəssüm eləyərdi, bəli. O qədər ona ağır gəlmiş, təsirlənmişdi. Çünki istiqamə, düzgün olmaq və sabit olmaq ağırdır, möhtərəm qardaşlar. Hər birimiz onu yaşayırıq. Bəzən insan günahlara meyillənir, bəzən dünyaya meyillənir, bəzən şəhvəti arzulara meyillənir. Ona görə insan nəfsini cilovlaması onun üçün ən böyük cihaddır.
Nəfslə olunan cihaddan daha böyük cihad yoxdur. Çünki nəfs yırtıcı heyvandan daha şiddətlidir. Necə ki, sələflər buyurardılar ki, aslanı tərbiyə etmək nəfsi tərbiyə etməkdən daha ağırdır. Düşünün nə deməkdir. Ona görə nəfs hər zaman pislikləri əmr edir. Hər zaman bizi pis günahlara sürüklüyür. Çünki bizi məhv etmək istəyir. İstəyir ki, bizi özünə tabi etsin və bizi zəlil etsin. Ona görə nəfsimizə uymamalıyıq. Bilməliyik ki, nəfslə cihad ən böyük cihaddır. Ən ağır cihaddır və onun üzərində nəfsimizi islah etməliyik, möhtərəm qardaşlar. Və sonda da Allah subhanahu wa ta'ala qardaşımızın övladını və bütün müsəlmanların övladlarını salih qullarından etsin. Həqiqətən övladların da bu məqamıdır bugünkü gün, hansı ki biz yaşayırıq və bugün əqiqdə iştirak edirik, bir balanın dünyaya gəlməsində iştirak edirik və sevinirik, dua edirik və eyni zamanda da o övladları düzgün yetişdirməliyik. Onlar bizə əmanət verilib. Onlar bizə Allahın bir hibəsidir, hədiyyəsidir. O hədiyyəni düzgün yetişdirməliyik. Əks halda qiyamət günü yaxamızdan yapışacaqlar. Deyəcək, ey ata, məni dünyaya gəlməyimə səbəb oldun. Bəs niyə mənə doğru yolu göstərmədin? Ola bilər mən cavan idim, ola bilər mən dəliqanlı idim, mən başa düşmürdüm, o məsələlər mənə çox da yaxın deyildi. Və sən bilirdin, yaşayırdın, ancaq mənə niyə öyrətmədin? Hətta onu sıxmalısan, lazım gələndə yüngül vurmalısan, vallahi o böyüyəndə sənə rəhmət oxuyacaq. Elə bilirsən ki, sən ona vurmaqla, ona müəyyən bir şəkildə ona təzyiq edib, yəni Allahın dinini öyrənməsi üçün nəyisə ona təşviq etməklə, elə bilirsən, sən onu sıxırsan, yox. Sən onun xeyrini istəyirsən. Əsl şəfqətin oradadır sənin. Əgər onu boş-boşunu buraxırsansa, deməli, o yalancı istəkdir. Əsl istəyən qoruyar. Ahirətdəki o əzabdan, o şiddətli əzabdan qoruyar. Ona görə rəhm etmək olmaz belə məsələlərdə. İbadətlərdə öyrətmək lazım. Və böyüyəndə o, onu dərk edəcək. Vallahi, bu gün onu dərk etməyəcək. Bu gün deyəcək, niyə görə atam məni sıxır? Niyə görə mənə belə deyir? Qoy rahat yaşayayım da mən. Ancaq o cavanlığın bir mərhələsidir. O sözləri deyəcək. Ancaq 40-dan sonra, 30-dan sonra artıq hər namazda sən rəhmət oxuyacaq ki, atam mənə Quranı öyrətdi. Atam mənə dinimi öyrətdi. Atam mənə gözəl yolu öyrətdi. Vallahi dua edəcək. Sənə rəhmət oxuyacaq. Hətta sən dünyadan köçəndən sonra belə sənə dua edəcək. Bu hədislə tamamlayaq inşallah. Allah Resulü buyurur ki, Adəm övladı dünyadan köçdükdə onun əməl dəftəri bağlanar. 3 şeydən başqa. Onlardan da birincisi, bugün iştirak elədiyimiz gözəl balaların, yəni bizə dua etməsidir. Yetişdirdiyin salih övladın, Allah Resulü buyurur ki, sən dünyadan köçdükdən sonra sənə dua etməsi sənin əməl dəftərinin açıq qalmasına səbəbdir. Hətta qiyamət günü valideynlər olacaq ki, deyəcək, ey Rəbbim, bəs bu qədər mən savablar, xeyirlər işləməmişəm dünyada. Düzdür, işləmişəm, amma bu qədər yox. Allah subhanahu wa ta'ala deyəcək ki, sənin buraxdığın övladın sənə bunları qazanıb, yığıb sənin üçün, dua edib sənə, sənin üçün sədəqə verib, sənin üçün həcc edib, ümrə edib, hər namazında səni unutmuyub. Çünki sən ona balacalığında öyrətmişdin. Sən ona əziyyət çəkmişdin. Allahın kitabını öyrətdin. Allah Resulünün sünnəsini öyrətdin. Düzdür, çətin oldu. Ancaq öyrətdin, səbr etdin. Necə ki, Rəbbimiz nə buyurur?
وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا. Əhlinə namazı əmr et və səbr et. Ancaq biz nə düşünürük? Ona ruzi verin. Ancaq Rəbbimiz nə deyir? Ayət-i kərmədə لَا نَسْأَلُكَ رِزْقًا. Onun ruzisini səndən soruşmayacaq. Verdin, ruzi vermədin. Deyir, نَحْنُ نَرْزُقُكَ. Biz onu yedizdiririk. Ondan narahat olma. Sənin üzərinə düşən nə deyir? وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا. Onlara namazı əmr et və onlara səbr et. Bizim üzərimizə düşən budur, möhtərəm qardaşlar. Ona görə övladlarımızın üzərində çox çalışmalıyıq. Çünki onlar bizim meyvələrimizdir. Biz dünyadan köçdükdən sonra əməl dəftərlərimizi onlar davam etdirəcək. Düzdür, çətindir. Xüsusən də indiki dövrdə sosial şəbəkələrin çoxaldığı bir vaxtda çətinləşib. Onların da öz dünyası var, telefon, girirlər, baxırlar, görürlər. Artıq sən onu nəzarət etmək belə çətinləşib. Ona görə məsuliyyət 2 dəfə artıb. Ən birinci, dua etməliyik. Bəzi valideynlər deyir ki, nə edim, bacarmıram. Dua etməliyik. Birinci növbədə dua etməliyik. Hər namazımızda Allahdan ağlayaraq, yalvararaq, sızlayaraq dua etməliyik. Çünki onlar bizim çiynimizdədir, onların yükü. Çünki qiyamət günü onlardan soruşulacaq, ona görə dua etməliyik. Sonra da səbəblərdən tutmalıyıq ki, onlara düzgün yolu göstərək və hidayət Allahdandır, onlara hidayət istəyək. Allah bütün övladları salih qullarından etsin. Allah subhanahu wa ta'ala bütün müsəlmanları doğru dini üzərində sabit etsin. Allah hər birimizi eştifa edanlarından etsin. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.